Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202-92-170 marşrutlarından hardasa təxmini 300-400 metr məsafədə. Demək olar, qapının ağzına qədər asfalt olan ərazidə, hündür bir ərazidə, 4 sotun içində 2 mərtəbəli monolitlə inşa olunmuş, gözəl, səviyyəli, üzüm ağlarla üzlənmiş qəşəng bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah hamıya belə gözəl evlər qismət eləsin. Sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verəcəm, ətrafı tədqiqatda göstərəcəm, sonunda qiyməti sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi həyətyanın sahəti hamısı təmir daşlarına düzlənib, draplar qoyulub, qaz, su, işi, kanalizasiya ev sahibi tərəfindən tam təhvil veriləcək. Evin nəzərinizə çatdırın, birinci mərtəbədə monolitdir, ikinci mərtəbədə monolitdir. Evin ətrafına gəzmək mümkündür, ev düz elə bir həyətin içində, yəni hasarın içindədir. Həyətində ev sahibi belə besetka yaradıb, yayda zətdə oturmaq üçün, istirahət eləmək üçün belə gözəl besetkası var. İndi keçən bir dənə zirzəmişə baxın, hündür, kürsülü, nə istəsəz yığa bilərsiniz. Bir dənə baxın bura. Bax, burada sərin, bura, səp sərindir bura. Görürsünüz, hörmətli izləyicilər, beton monolitdir. Ev sahibi, əmi gəl, gəl keç bəri. Gəl Röşən də, gəl. Xeyirli olsun, hündürlük 90 1 metr 90 santimetre hündürlük 2 metrə yaxın. Görürsünüz, ara kəsmələr hamısı qoşa daşdır. Keçirik, bax, yenə də hamısı görürsünüz beton monolitdir. Aralar hamısı karkazdır, bax, buradan görürsünüz, hamısı ara kəsmələri fikir verin, hörmətli izləyicilər. Qarşı tərəfdən arxaya birbaşa keçid var. Hamısı düz keçidir, hamısı bax, buradan keçirik bura, düz. Gəlin bir də bax, keçirik bu tərəfdən, o tərəfdən keçib, bu tərəfdən çıxırıq. Fikir verirsiniz, zirzəmin hissəsindən o tərəfdən bu tərəfə keçirik. 3 metr enində. Sonra burada ayrıca həyətində santar qovşağıdır. Elektrik işləri tam görülür. Demək olar, burada təmiri vəziyyətdədir, hörmətli izləyicilər. Baxın, evin ətrafına gəzmək üçün. Baxın, bax, evin ətrafına birbaşa gözü fırlanırsınız. 4 sotun içindədir, birbaşa. Bütün kanalizasiya sistemləri hamısı qurraşdırılıb, navalçalar hamısı qurraşdırılıb. Ev ideal evdir. İndi keçən evin içindən tanışılaq. Həyəti ilə tanış olduq, hörmətli izləyicilər. Hər şey qaydasındadır. Ehtiyatlı olan olacaq. Daxil oluruq, buradan ev içində geniş dəhlizlə rastlaşacaq. Ev həqiqətən ideal evdir. Yeri də yaxşıdır, havası təmizdir, hündür yerdir. Qalxırıq buradan geniş dəhliz. Bura geniş dəhliz. Görürsünüz, ev istipoldur. Dəhlizi də istipoldur, mətbəx də istipoldur. Yataq otaqlar da istipoldur, zal da istipoldur. Mətbəx. Baxın, 20 kvadratdır. Bəlkə də çox. Görürsünüz, hörmətli, geniş bir zal qədər, başqa evlərin zalı qədər elə bir mətbəxidir. 26 kvadrat. Görün, nə boydadır. Qonaq otağı istipoldur. Neçə kvadratdır? 8 metr 20 santimə 4 metr 20 santimə. 34 kvadrat. 8-20-nin 4-20-yə. 34 kvadrat. Eşitirsiniz, hörmətli izləyicilər, ev sahibinin adamıdır, buradadır. Bu yataq otağı. 5 metrin 4 metrə, 20 kvadrat. Pəncərlərdən tam rahat işıq düşür. Dəskanalını, yəni ev sahibinin adamı da buradadır. Dəqiq hamımızın ölçüləri dəqiq deyil. Bax, pləkanlar da beton monolitdir. Sanuzel, gördüyünüz kimi geniş, ürək açan, duş kabina yeri hamısı qoyulub, draplar hamısı qoyulub. İndi burada qiymətdən çox şey asıldı. Kombinlə, o
Aksesuarlar yəni qiymətdən asılıdır. Qiymətlər danışılır. Gedək indi yuxarı ilə tanış olaq. Hörmətli izləyicilər, aşağı ilə tanış oldu. Buralar da görsün mərmərlə yığılıb. Pləkanları məzəri də qoyulub da, düzdürmü? Hamısı rahat, qaydasında. Burada istifadə 2-ci mərtəbə hamısı düzdür. İndi bu otağın mənə kvadratlarını deyin. 4 metr 50 santimdir. 4 metr 50 santimdir. 4'ün 450'ye, düzdürmü? 18 kvadrata yaxındır. Uşaq otağının birincisi. Şu uşaq otağıdır. Sonra İkinci uşaq otağı. gəl. Sən kişinin bölündə dur, düşməyəsən. Burada, bu neçədir? İkinci uşaq otağıdır. Uşaq otağı 4 metrin 4 metr 60 santimdir. 4'ün 460'a. Genişdir otaqlar. İkinci mərtəbədə sanuzeli ayrıca. 2 dənədir. 2 dənədir, bir də yataqda var hələ. Hala da götür belə sağ. Hə. Sonra burada bir yenə də geniş yataq otağı. Bura neçədir ağsaqqal? Bu 4 metr 20 santimin 6 metre. 4.20'nin altında. Hardası 26 kvadrat. Genişdir. Əla. Gəlin bura bir də yataq otağı buradadır. Bunun da içində ayrıca yataq sanuzeli var. Burada da geniş bir yataq otağıdır. Bu neçədir? 5 metr 60 santim. 5'in 5.60'a. 5 60. Buranın da yataq otağında sanuzeli var. Bu otağa deyirlər bəy otağı. Bəy otağı. Bax belə. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatları demək, təqdimatda evlər çəkdim, göstərdim. Burada balkon hissəsidir. Baxın, bu da balkonu. Otur yayda zətdə, nə bilim, çay iç, sigaret içək, palaz uzadı xanımlar qoysun, burada çırpsın, nə eləsin, havaya qoysun. Nə deyirsən, fərq eləmir. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Ev yenə qeyd edirəm, 202, 92, 170 marşrutlarından, 300-400 metr məsafədə, hündür bir ərazidə, qapının ağzına asfalt olan ərazidə, sənədi bələdiyyə, arxiv sənədi olmaqla, arayışı olmaqla, yəni, gözəl bir yerdə yerləşir, ev ideal evdir, təzə evdir, yəni hər şey qaydasında. Kimlərsə evini satmaq istəyir, 055 389 38 08 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da, TikTok'da, yəni Seçal Əmlak səhifəsində burada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmaz. Hörmətli izləyicilər, zəng vuran zaman evin qiyməti 280 bin start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz, sonsuz ev sahibidir, hörmətli izləyicilər. Qərar da o deyil, 280 bin start qiymətdir. Sona qədər də izləyiciniz təşəkkür edirik. Allah alan da xeyir versin, Allah satana da. Amin. Amin.